51-dən davam edirik. Hamar toxumlu noxud bitkisi ilə qırışıq toxumlu noxud bitkisi çarpazlaşdırılır. Bildik ki, hamar toxum dominantı idi. Yanını boş qoyuram. Da bilməm, homodur yoxsa heterodur. Amma qırışıq toxumlular heterozigotlar. Bu ikisi çarpazlaşdırılıb. F1 nəslində hamısı hamardır. Əgər mən bura kiçik B yazsam, bu kiçik B ilə buradakı kiçik B görüşüb qırışıq toxum alacam. Deməli, bura böyük B yazmalıyam ki, böyük B'lərlə böyük B kiçik B'ni görüşdürəndə böyük B kiçik B alacam. Yəni, hamısı hamardır. F1 nəslində. Bizə F2-ni istəyir. Yəni, deyir, bunu öz aralarında çarpazlaşdır. 404 dənədən 303-ü hamardır. Yəni, elə bil ki, 404-ün 303-ü bunun 4də 3-ü deməkdir. Biri isə qırışıqdır, yəni 101-i. Deməli, valideynlərin genotipi hər ikisi heterozigotuymuş ki, bunun çarpazlaşmasından 4 dənə alırıq. Böyük B, kiçik B, böyük B, kiçik B, kiçik B, kiçik B. Bunun 404-dən 303 dənəsi hamardır, 101 dənəsi qırışıqdır. Ona görə bizdən nə istəyir? Valideynlərin genotipi necə olub? Bu da olacaq böyük B, kiçik B-lər. Müəyyən bir növdə ilişik gen qruplarının sayı onun haploid xromosom dəstinə uyğundur. Homozigotlardan gedir söhbət. Kitabda bilirsiniz harda yazılıb? Pomidorun gen xəritəsi ilə paralel yazılıb. Əgər albinosluq geninə görə resessiv əlamət özü yazıb. Deməli, albinos kiçiyə adı. Heterozigot olan drozofil milçəklərin. Deməli, drozofil milçəklərinin hər ikisi heterozigotuymuş. Çünki deyir, drozofil milçəklərinin çarpazlaşmasından 303 albinosluq alınıb. İndi mən bunu buradan yazım da, 53. Böyük kiçiyə ilə çarpazlaşır, böyük alar. 2 dənə böyük kiçiyə, bir dənə də kiçiyə alar. Və albinosluq resessiv əlamət olduğuna görə 300 dənə bundan alınıb. Bundan bir paydır 300-dür. Böyük alardan da bir paydır, o zaman bu da 300-dür. Böyük kiçiyə bunlardan 2 dəfə çoxdur, deməli bundan 600 dənə alınacaq. Və sizə deyir ki, cəmi neçə fərd alınar? 300, 600, 300 toplayırsınız, 1200 fərd olar. 54-də 102 baladan 50-si dominantdır. 102-dən 52-si o zaman resessivdir. Deməli, kiçiyə adı, bir də böyüyə digəridir. Valideynlərin genotipini göstərin. Yəni, necə eləsək, biz yarıya yarı alarıq. 50-nin 52-yə nisbəti bizim üçün 1-in 1-ə nisbəti deməkdir, təxminən. Məsələn, yarısı böyük dominant əlamətə malik olan, yarısı da resessiv əlamətə malik olan, məsələn, Y variantı. Bu ikisinin çarpazlaşmasından böyüyə kiçiyə, bir də kiçiyə alırıq. Tutaq ki, bundan 50 dənə edir şərtə görə, bundan da olacaq 52 dənə. 55. Hər iki cüt əlamətə, yəni alçaq boylu qara saç əlamətinə görə heterozigot olan qadın və kişinin. Bunu artıq etalonla yazırıq. Deməli, hündür boyluluq, bir də alçaq boylu qara saçlılıq. Deməli, alçaq boyluluq bilirik ki, xoşumuza gəlməyən əlamətlər dominantdır. Alçaq boyludur, o zaman kiçik A hündür boyludur. Mən A-ya boy əlaməti demişəmsə, deməli, kiçik A-ya da boy əlaməti deməliyəm. Böyük B qara saçlıdır, deməli, kiçik B sarı saçlı olacaq. Deyir ki, indi alçaq boylu qara saçlı qadın və kişinin hər ikisində belədir. Alçaq boyludur, qara saçlıdır. Qadını da eyni şey yazıram, kişini də eyni şey yazıram. İndi homozigot, heterozigotun bilmirəm. Normal boylu, sarı saçlı uşağı doğulub. Bunun ehtimalını hesablayaq. Normal boylu deyirəmsə, yəni hündür boylu, kiçiyə. Deməli, bu A-nın biri buradan gəlib, bu A-nın digəri də buradan gəlib. O zaman valideynlərin hər ikisinin kiçiyə varmış. Və deyir, sarı saçlı, deməli, kiçik B-lər. B-lərin də həmçinin hər biri bir valideyndən gəlmiş sayılır. Və biz bunun doğulma ehtimalını istəyir bizdən. Normal boy resessiv əlamətdir, özü yazıb burada. İndi nə edirəm? A-larla A-ları çarpazlaşdırıram. Mono hibridə gətirirəm. Alacam 2 dənə böyüyə kiçiyə, bir dənə kiçiyə alır.
B'lərlə bu B'ləri çarpazlaşdırıram. Yenə də böyük B'lər, 2 dənə böyük B, kiçik B, bir dənə də kiçik B'lər. Kiçik A'ların əmələ gəlmə ehtimalı bunların qarşısı yazılmadığına görə qarşısı 1-dir. Yəni 4 dənə fərd var burada. 4-ündən biri kiçik A'dır. İkisi burada, biri bu, biri də bu. Elədir 4. 4 dənədən biri kiçik A'lardır. Çarpazlaşsın. Yenə də burada eyni şeydilər, qarşısında 1 var ki, yazmırıq. Kiçik B'lər də bunlardan 4 dənədən biridir. Yəni. 4-də 1-i 4-də 1-ə vuranda eləcək 16-da 1. Deməli, uşağın deyil, cinsiyyətin demir ki, bizə ona görə olacaq 16-da 1. Yox desəydi ki, qızın və yaxud da oğlanın, onda təzdən vurardınız 2-də 1-ə, olacaq 32-də 1. Əgər cinsiyyət istəyərsə, mütləq sonda 2-də 1-ə vurursunuz. Genlərin sərbəst paylanma qanunu nə zaman özünü doğruldur? Əgər genlər sərbəst yerləşərsə, məsələn, A geni B genindən asılı olmadan nəslə keçir, o deməkdir ki, A ilə B ayrı-ayrı xromosomların üzərində yerləşir. Yəni, allel genlər yox, qeyri-allel genlər. Allel genlər zaten müxtəlif xromosomlarda olur. Yəni, bax, A-nın qarşısındakı A yazıram. A ilə A bir-birinə alleldirlər və fərqli xromosomlardadırlar. Bunun ayağında qeyri-alleli B-dir. İndi əgər bunlar belə yox, A-lar məsələn bir xromosomda, B-lər başqa bir xromosomda olarsa, A ilə B sərbəst keçər. Bizdən də onu istəyir. Cüt qeyri-allel genlər müxtəlif homoloji xromosomlarda yerləşərsə, sərbəst keçər. Bu tip suallar da məsələn, bax, imtahanlara, sertifikasiyaya çox düşmə ehtimalı olan suallardandır. Çünki hesablaması daha az vaxt tələb edir. Genotiplərin əmələ gətirdiyi qametlər 2-də 1 nisbətindədir. Yəni, böyük A, böyük B. Birinci baxaq görək, böyük A, böyük B hansı variantlarda yoxdur? O variantları silək. Məsələn, C variantında böyük A yoxdur, D variantında böyük B yoxdur. Əgər böyük A, böyük B genotipli qamet 2-də 1 hissəsini təşkil edirsə, deməli, bu fərd 2 sort qamet verməlidir. Bunun biri böyük A, böyük B-dir, biri də hər nəysə. Məsələn, A variantına baxıram, burada 1 sort qamet verir, hamısı böyük A, böyük B-dir. O zaman bu variantı çıxdım. Mənə ikisindən biri lazımdır. Y variantına baxıram, A-ya da görə, B-yə də görə heterozigot var. 2 üstü 2, bu 4 sort qamet verir. Bunun 4-ündən biridir. Amma B variantında böyük A, böyük B ilə də görüşə bilər, böyük A, kiçik B ilə də görüşə bilər. Yəni, bu 2 sort qamet verir. İkisindən biri böyük A, böyük B-dir, digəri böyük A, kiçik B-dir. 58. Resessiv əlamət üzə çıxmaz. O deməkdir ki, birinin yanında onun dominantı var. Bu zaman resessiv əlamət görünməz. Məsələn, B variantında kiçik B-lər resessivdir, üzə çıxar. Cavabımız A-dır, çünki bu A, bu A-nın yanında gizlənər. Böyük A bunu üzə çıxmağı qoymaz. Amma B variantında B-lər görünür. C variantında resessiv genlər A-dır. D-də B-dir. Y-də A-dır. Yəni, burada resessiv əlamətlər A yazılacaq. Məsələn, bunun genotipi AA, B yazılır. Bunun genotipi AA, böyük B, böyük B yazılır. Bunda böyüyə, kiçiyə, kiçik B, kiçik B. Yəni, bunlar hamısında resessiv əlaməti göstərmiş olur. 59. Çəhrayı rəngli gecə çiçəyi deyəndə biz bilirik ki, bunlar natamam dominantlıqdır, şərtdə özü verib. Çarpazlaşmasından 178 bitki alınır. 178 bitkidən 79-u, 89-u çəhrayıdır. Qırmızı rəngli çiçəklərin, ümumiyyətlə, çəhrayı gecə çiçəklərinin deyir. Deməli, böyüyə kiçiyə çarpazlaşıb böyüyə kiçiyə. Buradan alacam böyüyə alar, 2 dənə böyüyə kiçiyə, bir dənə də kiçiyə alar alacam. Bir dəqiqə. İndi bunlardan bizə nə deyir? Deyir ki, qırmızı rəngli gecə çiçəklərinin miqdarını müəyyənləşdirin. Bu rəqəmlərdən variantda baxsaz, heç özləri istifadə eləməyiblər. Çünki böləndə düzgün alınmır. Yəni, 89-u budur, digərlərini necə bölək? O zaman nə edirik? Qırmızı rənglinin alınması burada 4-dən 1-dir. Çəhrayının alınması 2-də 1-dir. Ağın da alınması 4-də 1-dir. 4 dənədən biri
çəhrayı məsələn 4-dən 2-sidir, ona görə 2-dən 1 qalır. Bizə də deyir ki, qırmızı çiçəklərin olan bitkilərin miqdarı qırmızı çiçəklər nəslin 4-də 1-idir. Yəni 4 dənə alınır, ondan 1 dənəsidir. 60. Hər iki əlamətə görə heterozigot olan fərdlərin, yəni böyük A, kiçik A, böyük B, kiçik B. 2 əlamət dedi, ikisine de heterozigot dedi. Fərdlərin dediyinə görə hər ikisi eyni genotipdədir. Dihibrid çarpazlaşmasında paylanma necə olacaq deyir. Fenotipik paylanma. Fenotip deyəndə biz bu çarpazlaşma bizim üçün nə edirdi? Mendelin 3-cü qanunu, yəni Pennetdir. Pennetdə nə deyirdik buna? Bu zaman meydana çıxırdı 9 dənə sarı hamar, 3 dənə sarı qırışıq, 3 dənə yaşıl hamar, 1 dənə də yaşıl qırışıq. Yəni bu məsələ deyil, sadəcə verilənlərdən bildiyimiz məlumatlardan yerinə qoyub hesablaya biləcəyimiz bir şeydir. 61. Bayaqlar, bax, bunun alternatividir. Yenə də deyirəm, düşmə ehtimalı yüksəkdir. Bu qamet digər qametlərin 4-dən 1 hissəsi. O zaman bu fərd 4 sort qamet verməlidir. 4 sort qamet verə bilməsi üçün də hər iki əlamətə görə heterozigot olmalıdır. Məsələn, B variantında yalnız AB qameti verəcək. D variantında hər iki əlamətə görə heterozigot var. 2 əlamətə görə heterozigot olduğuna görə 4 sort qamet verir. Bundan biri böyük B'dir. A variantı niyə deyil? Çünki 2 sort qamet verir. Bir dənə heterozigotu var. İkisindən biridir. C variantında ümumiyyətlə böyük A geni yoxdur. Buna görə götürmürəm. Y variantında bir əlamətə görə, sadəcə B'lərə görə heterozigot var. Böyük A, böyük B, bir də böyük A, kiçik B. Yəni 2 sort qamet almış olacaq oradan. 62. Natamam dominantlıq şəraitində monohibrid çarpazlaşma. Natamam dominantlıq dedi, birinci buradan gəlirəm gecə çiçəyinə. Monohibriddə deyir ki, 2 başlanğıc homozigot. Dominant və resessiv. Deməli, birin dominant homozigot, birində resessiv yazacağım. Çarpazlaşmasından F1 nəslində alınan böyüyə kiçiyə. Amma məndən F2-ni istəyir. Deməli, bunu öz aralarında çarpazlaşdıracağım. Böyüyə alar, 2 dənə böyüyə kiçiyə, bir dənə də kiçiyə alıram. Fenotipə görə parçalanma deyir. Fenotip deyəndə çöldən mən onu necə görürəm? Qırmızı görürəm, çəhrayı görürəm və ağ görürəm. 3 fenotip var. Parçalanma faizi necədir? Bundan 1 dənədir 25%, bundan 2 dənədir 50%, bundan da 1 dənədir 25%. Yəni 25, 50, 25-ə böləcəm. 100-ü elə bil bu 4-ün arasında bölmüşük də 100%. 63-də şərtdən bilirəm ki, lalkarlıq resessiv keçir. Məsələn, kiçiyə lalkar deməkdir. Heterozigot genotipli sağlam valideynlərin. Deməli, valideynlərin hər ikisi heterozigot genotiplidir. Amma sağlamdılar, çünki bu əlamət kiçiyə olanda üzə çıxır. Buradan alacam böyüyə alar, 2 dənə böyüyə kiçiyə, bir dənə də kiçiyə alar. Lalkar uşağının doğulma ehtimalı, bu kiçiyanın doğulma ehtimalı 4 dənədən biridir. Bu da 25% olacaq. 64. Yenə də şərtdə bizə gecə çiçəyinin natamam dominant olması haqqında danışır. Və deyir ki, bununla bunu çarpazlaşdırdım, hamısı bu cür alındı. F1 nəslində idi. Və sonra deyir ki, F1-i, yəni böyüyə kiçiyanı öz aralarında çarpazlaşdırıb. Bu artıq olacaq F2 nəsli. 148 bitki alınıb. Burada şərtdə çatışmayan nədir? Yazmalıydı ki, genlərin nisbi tezliyi bir-birinə bərabərdir. Yəni, böyük A-nın rast gəlmə tezliyi kiçik A-nın rast gəlmə tezliyinə bərabər olmalıdır. İndi 148 bitkini birinci bölərəm 2 yerə. Çünki bu iki çarpazlaşmadan alıram böyük A-lar. 2 dənə böyüyə kiçiyə, bir dənə kiçiyə alar. 148 dənədən 50%, yəni 74-ü böyüyə kiçiyə genotiplidir. 148-dən 74-ü çıxanda qaldı 37. 37, 74. Onu da 2-yə bölürsən, olur 37. Deməli, 25-25%lər 37-37-dən alınır.
qırmızı ilə ağ. Çəhrayı isə 74-dən alıb. Ümumi bitkilərin 50%-i çəhrayıdır deyə 148-in 50%-ini tapıb qoyuram ora. Yəni yarısın, digər yarısını isə böyük A'larla kiçik A'ların arasında bölürəm. 65. Belə bir genotipli fərd hansı qametləri hazırlayar? Birinci baxıram ki, A belə qamet olmaz. B belə qamet olmaz. Getdim. Bir dənə böyük A ilə böyük B, kiçik A ilə böyük B. Yəni, bax, B və C variantında qametlər düzdür. İndi bunların çarpazlaşmasına baxıram. Məsələn, A'lar, B'lər, burada 3 dənə A var. Belə bir şey alınmaz. Bu düzgün deyil artıq. Burada 2 dənə B var. Heç buna baxmağa dəyməz. Burada 2 dənə A var. Baxmağa dəyməz. Variantımız olacaq nə? C variantı. Görürsünüz, çıxdaş eləməklə tez bazar tapmaq olur. Burada 3 dənə A varsa, qamet hissələrini düz yazıb. Çarpazlaşmasından əmələ gələn fərdləri səhv yazıb. İri burunlu qadın, deyirdi ki, xoşumuza gəlməyən əlamətlər dominantdır. Yəni, yazaq buradan etalon şəklində. Böyük A iri burunlu. Deməli, kiçik A kiçik burunludur. Və deyir ki, iri burunlu qadınla kiçik burunlu kişi. Deməli, iri burunlu qadın dominantdır. Kiçik burunlu kişi isə resessivdir. Yəni, bunu bu şəkildə yazırıq. 9 dənə uşağı var. 9 uşaqdan 4-ünün burnu analarındakı kimi iridir. 5-inin burnu atalarındakı kimi kiçikdir. O zaman mən kiçik burnu almaq üçün kiçiyə yazmalıyam. Kiçiyə buradan necə alıram? Kiçiyə hər iki tərəfdə kiçiyə almalıdır. Deməli, 9 dənə uşaqdan 4-ün 5-ə təxminən bizim üçün 1-in 1-ə nisbəti deməkdir. Deməli, valideynlərdən biri heterozigotuymuş, ana iri burunlu 4 uşağı, kiçik burunlu 5 uşağı doğulub. Sizə də deyir ki, əgər iri burunluq dominantsa, valideynlər necə oldu? Bax, bu şəkildə tapdıq valideynləri. 67. Qırmızı və ağ çiçəyi olan iki forma. Bu gecə çiçəyində natamam dominantlıq olduğuna görə onun xaricinə baxıb genotipini müəyyən edə bilirik. Qırmızıdırsa böyüyə yazılırdı. Ağ gecə çiçəyi deyirəmsə kiçiyə-kiçiyədir. İki forma çarpazlaşdığında F1 nəslində bu ikisindən alacam bir dənə çəhrayı. Çəhrayı rəngli hibrid alınmışdır. Niyə? Çünki dominant fərd tam dominantlıq edə bilmirdi. Bunlar arasında dominantlıq qeyri-tam idi və ya natamam dominantlıq idi və yaxud da irsiyyətin aralıq xarakteri idi. 3 adla da rastımıza çıxa bilər. 68. Noxud bitkisində hansı genotipli fərdlərin çarpazlaşması genotipə görə 1-2-1 nisbəti verir. Genotipə görə 1 böyük A-lar. 2 dənə böyüyə kiçiyə, bir dənə də kiçiyə. Biz bu genotipi hardan alırdıq? 2 heterozigot fərd çarpazlaşarsın. Məsələn, bu daha rahat bu cür suallarda necə eləyək? A variantına baxanda bu pennetdir. Bunun genotipi 9 dənə alınırdı. B variantında bu homozigotlarla bu homozigotlardan böyüyə kiçiyə, böyüyə kiçik B alınır. Yəni, burada sadəcə bir genotip alınır. D variantında bu A'larla bu A'lardan alınır. B'lərlə B'lərdən isə artıq fərqli forma alınacaq. C variantında isə A'larla A'lar dəyişkən deyil. Sırf B hissələrinə görə bunların genotipcə parçalanması bu şəkildə olacaq. İndi gəlin yoxlayaq istəyirsiniz. Kiçiyə, böyük B, kiçik B, çarpazlaş, kiçiyə, böyük B, kiçik B. Burada fenotipə görə demir, genotipə görə deyir. Ona görə elə eləmərəm ki, yazılışı düzgün olsun. Bu, məsələn, 2 sort qamet verər. Bu, bir də bu. Bu da 2 sort qamet verər. Bu qametlə bu qamet görüşərsə, bu qametlə digər qamət görüşərsə. İndi bu qametlə bu birisi qamət görüşəndə yenə bundan alındı. Görürsünüz, 2 dənə alınır. Onca qabağını 2 yazıram. Bir də bununla digəri görüşərsə, kiçik A-lar, kiçik B-lər alınacaq. Bir dənə genotip,
İkinci genotip 2 dənədir. Bundan isə yenə də 1 dənə genotipdə alınacaq. 69-da nə deyir? Resessiv əlamət fenotipcə üzə çıxmaz. Burada 2 dənə A var. İkisi də görünəcək. Burada 2 dənə B var. Burada da 2 dənə B var. Yəni bunlar görünəcəklər. Fenotipcə bunlar resessiv əlaməti göstərir. Amma bu B, bu B-nin yanında gizlin keçir və fenotipcə üzə çıxmaz. 74-də nə deyir? Genotiplərin hansında resessiv əlamət üzə çıxar? Çıxar dediyinə görə həmin o resessiv əlamətlər hər iki tərəfdə olmalıdır. Yəni hər iki xromosomda resessiv əlamət olmalıdır. Bu üzə çıxacaq. Buradakı A-nı bu A qoymayacaq, bu B-ni bu B qoymayacaq. Burada ümumiyyətlə resessiv yoxdur. Buradakı bu A bunun altında gizlənər. Bu B bunun altında gizlənər. Üzə çıxmaz. Hibrid bitkilərdən 25%. Görürsünüz 25, 25, 25, 25. Yəni mən bu əlamətlərə artıq baxmıram. Bir dənə faizlər mənə maraqlıdır ki, 4 dənə 25 var və yaxud da 4 dənə 1-1 nisbəti var. Bu da demişdim hansı haldadır? Birinin resessivi, heterozigotu, qarşı tərəfin resessivi, birinin resessivi, qarşı tərəfin heterozigotu. Ya bir-bir oturub bunların hamısını çarpazlaşdırırsınız, bir də baxırsınız imtahan qutarıb. Ya da bu dediyim çıxdaşlıqla, məsələn, böyüyə kiçik, kiçik B, kiçik B. Böyüyə kiçiyə yazmışamsa, kiçiyə kiçiyə ilə birin birə verəcək. Kiçik B-ləri yazmışamsa, böyük B, kiçik B ilə. Resessivlə özünün heterozigotunu görüşdürün. Çox deyirdimi, ağ rəng dominantdır, harda? Balqabaqdır. Bax, yəni belə testdən öyrənirik. Yenə də 4-də 1, 4-də 1, 4-də 1, 4-də 1 və yaxud da 25, 25, 25, 25 və yaxud da 4 dənə 1, 1, 1. Bunlar elə bayaq dediyim, bax, bu testləndilər. Kimisə mikrofonu açıq qalır, qızlar. Məsələn, A variantında. Böyüyə kiçiyə ilə kiçiyə alar, birin birə nisbəti verəcək. Biri böyüyə kiçiyə adı, biri kiçiyə kiçiyə adı. Bu böyük B, kiçik B ilə bu böyük B, kiçik B-ni görüşdürəndə bir dənə böyük B, kiçik B, bir dənə də kiçik B, kiçik B. Yəni burada əlamətlərin hər birindən bir-bir alınacaq. Olacaq A variantı. 73. Bu deyəsən böyük A, kiçik A, kiçik B-lərdilər. B genotipli fərd hansı qametləri hazırlayır? Birinci baxıram ki, bizdə böyük B yoxdur. A variantında böyük B var, B variantında böyük B var, burada da böyük B var, D variantında böyük B var, cavabım olsun Y variantı. Və salam, görürsünüz, çox rahat çıxış elədim. Əgər bunun genotipində böyük B yoxdursa, deməli bunun verə biləcəyi böyük B-lər də yoxdur. Və yaxud da məsələn, tutaq ki, lap böyük B var idi. Böyük B bir qamet olmaz axı. Bir qametə ancaq B geni düşə bilməz, bir qametə ancaq A geni düşə bilməz. Qametə hər gendən biri düşməlidir. Burada məsələn ancaq B var. Bu da olmaz. 74. 3 cüt allel əlamətə görə homozigot olan valideyn formaları. Yəni bax, özü yazıb valideyn formaları çarpazlaşmasından alınan hibridin genotipi. Deməli, böyük A-nın yanında böyük A-lar, böyük B-lər, böyük C-lər. O zaman bu ikisi çarpazlaşmasına alacaq böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. İndi baxıram valideynlərə. Deyir, birinci alınan hibridin genotipi. İndi gəl bu hissəyə birinci tərəfə baxıram, genotipə. A variantı olar. B variantında 2 dənə böyük B var. Bizdə iki tərəfdə böyük B yox idi. C variantı olar. D variantında 2 dənə böyük B olmaz. Y variantında 2 dənə kiçik C var. Olmaz. Bizdə böyük B, kiçik C, böyük B, kiçik B, böyük C, kiçik C alınmalıdır. Və deyir ki, bu hibridin əmələ gətirdiyi qametlər. Qametlərdən nə dedim? A, B, C. 3 əlamət verilib. Qametdə hər 3 olmalıdır. Deməli, B, D, Y variantlarını çıxdım. Ya A-dır, ya C-dir. A-ya baxıram ki, burada 2 dənə B var. Belə bir qamet olmaz. Böyük A, böyük B, kiçik B. C-si hanı bunun? Belə şey olmaz. Avtomatik cavabım olur C. Daha önce baxmam bunun içində nə var? Yəqin ki, böyük ehtimalla qametləri düz olur. 75. Allel genlər diploid orqanizmlərdə eyni qametə düşə bilməz. Ona görə ki, onlar ayrı-ayrı homoloji xromosomlarda yerləşirlər. Məsələn, böyük A geni bir xromosomdadır, kiçik A geni bir xromosomdadır.
Bu böyük A qametini verir, bu kiçik A qameti. Bu ikisi eyni qameti ona görə düşə bilmir ki, cüt homoloji xromosomlarda yerləşirlər və meyoz vaxtı bunun biri bir qütbə, biri digər qütbə doğru çəkilmiş olur. 76. Meyoz prosesinin normal geçişi zamanı allel genlər, yəni eyni testin bir başqa variantıdır. Allel genlər, yəni böyük kiçiyə, müxtəlif qametlər ona görə düşür ki, onlar cüt homoloji xromosomlarda yerləşir və meyoz zamanı ayrı-ayrı qütbə çəkilir. Cüt homoloji xromosom dediyim budur. Meyoz zamanı bu xromosom bir qütbə, digər xromosom isə digər qütbə çəkilir. 77. Belə bir genotipə malik olan fərdin qametlərinin hansı hissəsi yalnız dominant genlər daşıyır? İlişik deyil. Deməli, baxıram ki, 4 əlamət verib, 4-ünə görə də heterozigot verib. O zaman yazaq buradan. Məsələn, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, böyük D, kiçik D. Bizə deyir ki, yalnız dominant əlamətlər versin. A-da 2 dənə əlamət var. Biri dominantdır, biri resessiv. Deməli, ikisindən biri dominantdır. Yazdım. B-də 2 dənə əlamət var. İkisindən biri dominantdır, biri resessivdir. C-də 2 əlamət var. Biri dominant, biri resessiv, yəni ikisindən biri dominantdır. D-də 2 əlamət var. İkisindən biri dominantdır. Və salam, bunu bir-birinə vuranda olacaq 16-da 1. Yəni cavab ona görə olacaq 16-da 1. Bu birisi valideynində isə deyir, yalnız dominant genlər daşıyan olsun. Böyük A-lar, bir də D-lər homozigotdur, B və C-yə görə heterozigotdur. Yəni A-lar, A-nı yazdım, böyük A-lar idi. Böyük B, kiçik B, böyük C, kiçik C, bir də böyük D-lər idilər. A-ların hamısı homozigotdur. Ona görə bir ehtimal var. B-lərdə 2 ehtimal var. Biri dominant, biri resessiv. O zaman ikisindən biri. C-lərdən dominant 2 dənədən biridir. İkisindən biri. D-lərdə isə hamısı dominantdır. Yəni ona görə olacaq nə? 1 ehtimal. Bunu buna vuranda nə edəcək? 4-dən 1 ehtimallı. Hamısı dominant olacaq. 79. Qırmızı və ağ gecə çiçəyi. Qırmızını böyüyə yazıram. Çünki bilirəm böyüyə kiçiyə olarsa heterozigot formada olur və bu da çəhrayı olur. Ağ rənglilər kiçiyə. Bunlar çarpazlaşdıranda alacam bir dənə böyüyə kiçiyə çəhrayı. Və deyir ki, F1 nəslində hamısı çəhrayıdır. Sonra bu çəhrayını ağla çarpazlaşdırıb, həmən bu çəhrayını ağla çarpazlaşdırıb. Alıb nə? Bir dənə çəhrayı, bir dənə də ağ. Nəsildə fenotipcə hansı nisbət alınır? 50% çəhrayıdır, 50% ağdır. Qırmızı yoxdur. Qırmızı yoxdur, hamısı çəhrayı deyil, hamısı ağ deyil. 50% çəhrayıdır, 50% də ağdır. Yenə də qırmızı və ağ gecə çiçəkləri, yəni böyük ağlarla kiçik ağlar çarpazlaşdırıb F1 nəslində alacaqsınız nə? Bir dənə böyük ağlar. Və sonra bu çəhrayını bu dəfə qırmızı ilə çarpazlaşdırıb böyük ağlarla. Buradan nə alırsınız bu çarpazlaşmadan? Bir dənə böyük ağlar, bir dənə böyüyə kiçiyə. Böyüyə burada qırmızıdır, böyüyə kiçiyə burada çəhrayıdır. Yəni 50% qırmızı, 50% də çəhrayı alacam. Hansı fərdlərin zahiri görünüşündən onların genotipini müəyyən etmək olar? Tam dominantlıq varsa resessiv. Məsələn, yaşıl noxud görürəmsə, mütləq kiçiyə-kiçiyədir. Yəni, yaşıl görəndə mən artıq bilirəm ki, o kiçiyə yazılır. Və yaxud da mavi gözlü insan görürəmsə, kiçiyə-kiçiyə yazılır. Amma natamam dominantlıq desəydi, burada yazacaqdıq heterozigot formada olan tutaq ki, çəhrayı. Çəhrayı gecə çiçəyi görürsünüzsə, deməli, böyüyə kiçiyədir. Vəssalam. 82. Əgər müəyyən əlamət üzrə bütün fərdlərin genotipini, yəni necə yazıldığını xarici görünüşündən görmək olarsa, deməli, burada ya hamısı resessivdirlər. Resessiv, məsələn, mavi gözlü, baxanda bilsən ki, bunların hamısı kiçiyə-kiçiyədir. Ya da ki, natamam dominantlıq var. Yəni, irsiyyətin aralıq xarakteri var. 83-də yazılmış genotip sizə onu demək istəyir ki, bunlar ilişiklidirlər. Çünki bir xromosom üzərində A və B genləri yazılıb.
Gen sahə mübadiləsi baş verəndən sonra deyir belə bir qametlər alınır. Mübadilə dediyimiz nədir? Crossing over'dir. Əgər crossing over'dən belə bir qametlər alınıbsa, sizə deyir ki, hansı gen sahə mübadiləsi nəticəsində yaranmamışdır. Yəni, ilişik keçənləri istəyir sizdən. Bir çubuğun üzərində olanlar ilişik keçir. Böyük A-nın ayağında böyük B var, ilişikdir. Kiçik A-nın ayağında kiçik B var, ilişikdir. Bunlar crossing over'dən yaranmayıb. Bunlar ilişiklikdən yaranır. Və bu birisində də deyir ki, hansılar xromosom çarpazlaşması, yəni crossing over'dən yaranıb. Bu A buradan çarpazlaşır B-yə. Deməli, böyük A ilə kiçik B, kiçik A-dakı da böyük B ilə çarpazlaşanda kiçik A, böyük B. Çarpaz gedir də, yəni qarşı tərəflə gedir. O zaman olacaq nə? A variantı. Bu şəkildə yazılış onu demək istəyir ki, A-ları bir, B-ləri bir yazıb onu demək istəyir ki, bunlar sərbəst keçirlər. Və deyir ki, bu sərbəst keçən belə bir genotipli fərd var. Yazılışından başa düşürəm. Hansı qametləri hazırlayır? Bax, bu A genini götürürəm. A geni sərbəstdir. İstəyir B geni ilə qamet yaratsın, istəyir kiçik B geni ilə. Və yaxud da bu kiçik A geni istəyir böyük B geni ilə yaratsın, istəyir kiçik B ilə. Yəni, buna sərbəst keçir. Ona görə 4 sort qamet əmələ gətirir. 86-da yenə ilişikliyi verilib və özü yazıb ki, çarpazlaşma yoxdur. Yəni, crossing over yoxdur. Bir də mütləq cümlələrin axırında mötərizədə verilmiş hissəyə baxın. Çarpazlaşma varmı, yoxmu, nədirsə, onu orada özü cümlə şəklində verir. Və deyir ki, bu hansı sort qametləri əmələ gətirə bilər. Əgər çarpazlaşmırsa, o zaman bir çubuğun üstündəkilər bir qametə düşür. Digər çubuğun üstündəkilər də digər qamətə. Yəni, böyüyə böyük B, kiçiyə kiçik B. İstəyirsən burada bir əlifbanı yaz, A-nın ayağında A, B, C, D, nə bilim nə. Onların hamısı bir qamətə düşəcək, sadəcə 2 qamet verəcək. 87-də nə deyir? 87-də deyir ki, belə bir genotipli zigot var. Zigot. Və deyir ki, somatik hüceyrəsinin genotipi necə olacaq? Əgər zigotun genotipi budur və sizə də deyirsə mutasiya yoxdursa, o zaman elə zigot nədirsə, zigot çünki diploiddir. Zigotdan əmələ gələn hüceyrələrin genotipi elə eyni olacaq. Mutasiya baş vermədiyinə görə eyni genotip yaranacaq. Böyük kiçiyə böyük B kiçik B, böyüksə kiçik C genotipi olacaq. Yenə də deyir zigotun genotipi belədirsə, bunu əmələ gətirən qametlərdən birinin genotipi necə olar? Bu tip məsələlərdə daha rahat necə vaxt qazana bilərsiniz? Burada böyük B yoxdur, kiçik C yoxdur. Variantlara baxıram. C variantında böyük B var. D variantında kiçik C var. Qamet axtarırıq. Qamet o deməkdir ki, A-dan, B-dən, C-dən hərəsindən birini götürüb. A variantında bunu elə, məsələn, kiçik A var idi. Burada kiçik A yoxdur. Belə bu qamet deyil artıq. Bu fərddir. Y variantında A-dan 2 dənə, C-dən 2 dənə belə bir qamet ola bilməz. Hər alleldən bir dənə düşməli idi. Qaldı B variantı. 89. Belə bir canlı 2 xromosom dəstli bir canlı var və deyir ki, bu canlının xromosom üzərindəki genləri göstərib. Bu canlıdan qamet əmələ gəlib. Həmin qamet necədir? Bir çubuğun üstündəkilər böyük A, böyük B, böyük D. Eləcə əmələ gətirdiyi, məsələn, bu qametə də eyni şeylər düşüb. Böyük A, böyük B, böyük D düşüb. Kiçik A, kiçik B, kiçik D də digər qametə düşüb. Deməli, burada nə olmayıb? Crossing over olmayıb. İlişiklik keçib. Bu xromosom üzərindəkilərin hamısı bir qametə düşüb. Bu xromosom üzərindəkilərin hamısı bir qametə düşüb. Və beləliklə bizə deyir ki, meyoz zamanı, çünki crossing over harda gedirdi? Meyozun birinci profazasında gedirdi. Mitoz olan variantları silin, mitozda getməz bu. Meyoz zamanı gen sahə mübadiləsinin olmamasının, eynisini yaranır. Bundan biri də var. Burada da görürsünüz ki, A ilə B yerindədir. Sadəcə burada böyük A, böyük B-nin ayağında kiçik D geni gəlib burada.
Deməli, AB hissələrində yox, D hissələrində mübadilə gedib. Və bizə nə deyir? Deyir ki, burada bu canlı bu cür qamet əmələ gətiribsə, deməli, nə olub? Crossing over baş verib. Mitoz variantlarına ümumiyyətlə baxmayın da bu tip suallarda. Çünki mitozda deyil, meyozda olacaqlar. Meyoz zamanı crossing over olub ki, D-lər yerin dəyişib, böyük AB-nin ayağına gəlib, kiçik D gəlib. 91. Variasiya sırasının hesablanma düsturu elə nədir bu? Dərslikdə verilən düsturdur. Epsilon cəm işarəsidir, vurulsun. P vur V bölünsün N düsturu. Yəni dərslikdəki düsturdur. Burada bu çox xoşuma gəlir bu sual. Çox qəşəng sualdır. Deyir ki, Euler-Venn diaqramının əsasən X, Y, Z olanı müəyyən eləyək. X ikinci əlamətə görə Y isə birinci əlamətə görə heterozigotdur. Y-i verməsəydi də olardı. Sadəcə birinci əlamət yazmazdı. Yazardı ki, Y heterozigotdur. Sarı hamar noxudlar böyük A, böyük B yazılır. Və deyir ki, X ikinci əlamətə görə heterozigotdur. Deməli, bax bu noxud böyük A, ikinci əlamətə görə heterozigotdur. Y isə birinci əlamətə görə. Təbii ki, qırışıq formaya görə bu heterozigot ola bilməz. Sarıya görə böyük kiçik B, kiçik B'dir. İndi bu sarı hamar X-in yerinə yazdığım bizə hansı qametləri verir? Böyük A, böyük B qameti, böyük A, kiçik B qameti verir. Y-in yerinə yazdığım hansı qameti verəcək? Böyük A, kiçik B, kiçik A, kiçik B qametini verir. Tam dominantlıqdır. İndi uyğunluğu seçirik. Verilən əlamətə görə iki tip qamet hazırlayır. Hər ikisinə baxdım ki, iki tip qamet hazırlayır. Deməli, bir gedəcək Z-də. Hazırladığı qametlərdə hər iki əlamət resessiv ola bilər. Bir dənə bu Y-də idi. Hər iki əlamət resessivdir. Ona görə yazıram bunu 2-yə, Y-ə. Hazırladığı qametlərdə bir əlamət dominant, bir əlamət resessivdir. Bax, burada da bir əlamət dominant, biri resessivdir. Burada da bir əlamət dominant, biri resessivdir. Deməli, 3 olacaq ortaya. Hazırladığı qamətdə hər iki əlamət dominantdır. O da ancaq budur. Böyük A, böyük B'dir. Burada o 4-dür bu. 4 də aiddir bura. Deməli, 4, 2, 1, 3 olacaq. Variantımız A variantı. Qəşəng sualdır. Mən məsələn bəyənirəm. Bu da çox maraqlı sualdır. Yenə də bəyəndiyim təzə salınmış suallardandır. Deyir ki, canlıya aid olan 2 N xromosomlu bitkilər verilir. Limon gətirir. 2 N xromosomlu bitkilər verilir. Bitki nəmişə canlılar verilir. Və bizə deyir ki, maksimum sayda qamet çeşidləri eyni olsun. Bilirsiniz nə deməkdir? Yəni, buradan birini götürsəz, birini götürəndə məsələn, 1 ilə 3-ü götürsən, bunların qamet çeşidlərinin çoxsu üst-üstə düşsün. Yəni, eyni genotipli qametlər hazırlasın. Yenə də rahat çıxdaş eləməklə tapmaq olur. Çətin sual deyil. Məsələn, baxıram ki, mən istəyirsiniz biraz böyüdüm. Kimdə ekranı böyütmək alınmırsa. Baxırsınız ki, 1 nömrəlindən tutaq ki, mən 3 nömrəni götürmüşəm ki, görün bunlarda qamet çeşidləri eyni olurmu? Birdə böyük A var, kiçik A var. 3-də ancaq kiçik A var. Deməli, bunların qametlərindən təkcə elə A-lara görə üst-üstə düşəni çox olmayacaq. O zaman 1 ilə 3 olan variantı sildim. Tutaq ki, 1 ilə 4 variantı var. Buna baxıram. Böyük A, kiçik A, burada da var böyük A, kiçik A. Burada böyük B-lər var. Burada böyük B, kiçik B var. Deməli, böyük B, kiçik B varsa, bunun qamet çeşidi daha çox olacaq. Böyük B-lərlə qamet hazırlayacaq, kiçik B-lərlə qamet hazırlayacaq. O zaman bunlardan çoxsu üst-üstə düşməz. Deyil. 1 ilə 2-ni yoxlayıram. Variantlarda 1 və 2 də var. Məsələn, 1 ilə 2-ni yoxlayıram. Böyük A var, kiçik A var. Bu da böyük A, kiçik A görə. Burada böyük B-lər var. Burada böyük B, kiçik B var. Burada kiçik S-lər var. Burada böyük S, kiçik var. Görürsünüz, yenə də qamet çeşidləri azaldı. Burada da böyük B, kiçik B, burada da böyük B, kiçik B olsaydı, deməli, ortaq əmələ gətirə biləcəyi qamətlər çox olmuş olardı. O zaman bu variantda deyil. Yəni, 1 ilə 2-ni də silirəm. Buranı bir dənə təmizləyim. Bunlar ortaq deyil. 1 ilə 2-də də
Məsələn, 3 və 4-ü verib. Baxıram 3-ə. 3-lə 4-ə baxıram. Burada böyük A geni yoxdur. Burada böyük kiçiyə var. Burada kiçik B geni yoxdur. Burada böyük B kiçik B. Nə qədər heterozigotluq çox olarsa, o qədər də onun qamet çeşidi çox olar. Deməli 3 ilə 4 də ortaq qametləri çox olmayacaq. Niyə 2 ilə 4-dür? Çünki A-lara görə heterozigotdur, burada da var. B-lərə görə heterozigotdur, burada da var. C-lərə görə heterozigotdur, burada da var. D-lərə də görə heterozigotdur, burada da var. Yəni bunların hazırlaya biləcəyi ortaq qametlərin çeşidləri daha çox üst-üstə düşür. Nəinki digərlərində. 94. Sarı toxumlu özü verib genotipi yaşıl toxumdan çarpazlaşıb. Yəni böyük A-larla çarpazlaşdı, kiçik A-lar. F1 hibridi olacaq nə? Böyüyə, kiçiyə. Mendelin birinci qanunudur. Hamısı eyni fenotiplidir, sarıdır. Hamısı eyni genotiplidir, heterozigotdur. Və bu fərd iki sort qamet verir. Bir böyük A genotipli qamet, bir də kiçik A genotipli qamet. Qametləri safdırmı? Bəli, safdır. Çünki hər qametində, hər alleldən bir dənədir. Məsələn, burada 2 dənə A bir qametə düşsəydir, o zaman bu qaməti saf sayılmazdı. Burada hər ikisi ayrı-ayrı qametə düşüb deyə qametləri safdır. Bu doğrudur. Genotipləri fərqlənmirdi? Bəli, fərqlənmir. Yəni bunun hamısı neçə dənə noxud olsa da burada böyüyə, kiçiyə genotiplidirlər. Genotipləri fərqlənmir. Heterozigotdurmu? Bəli, böyüyə, kiçiyədir. Fenotipləri fərqlənmir? Bəli, hamısı sarıdır. Qametləri saf deyil. Bax, bu ifadə yanlışdır. Bir dənə buradan haşiyə çıxın. Qametlərin saflığını bir dənə də yazın burada. Tutaq ki, biz 2N, bir də N. Haploid və diploid. Bunların qametləri safdır. Təbii ki də mutasiya yoxdursa. Nə deməkdir? 2N məsələn böyüyə, kiçiyə. Bu iki sort qamet hazırlayır. Böyük A bir qametə düşür, kiçik A bir qametə düşür. Hər qametdə, hər hərfdən, hər alleldən bir dənədirsə, bu qamet safdır. Və yaxud da belə bir forma yazıram. Bu da iki sort qamet verir. Böyük A, böyük B, böyük A, kiçik B. Yenə də bu qametlər safdır. Hər hərfdən, hər alleldən bir dənədir. A-dan bir dənədir, B-dən bir dənədir. Burada da həmçinin bunların qametləri saf qametlər sayılır. Əgər yazsam ki, böyük A, kiçik A, kiçik A. Məsələn, bu 4N deməkdir. Yazırıq ha, haploid, diploid, triploid. Onun qarşısına duran rəqəm onun hər allelindən neçə dənə olduğunu göstərir. Məsələn, burada 4N o demək ki, içində 4 dənə A var, 4 dənə B var, tutaq ki, hamısı böyükdür və s. İndi bu fərdin bizə verdiyi qametlər artıq saf olmayacaq. Çünki, məsələn, təkcə A-lara görə yazsam, bu belə bir qamet verə bilər. Məsələn, böyüyə, kiçiyə bir qamətə, böyüyə, kiçiyə bir qamətə. Və yaxud da böyük A-lar bir qamətə düşəcək, kiçik A-lar bir qamətə düşəcək. Bu qametlərin hər birində A allelindən 2 dənə olduğuna görə bunlar saf deyil. Yəni, qametlərin saflığı dediyimiz bax buydur. Yəni, bunun qametləri saf deyil ifadəsi səhvdir. Çünki hər alleldən bir dənəsi var. 95. Hansı genotipli valideynlərin tam dominantlıq şəraitində çarpazlaşmasına nəsildə fenotipcə 3-ün 1-ə, genotipcə 9-3-3-1. Bu bildiyimiz nə idi? Pennetdir, 9-3-3-1. 3-ün 1-ə nisbəti 2 dənə heterozigot fərd idi. Böyüyə, kiçiyə ilə çarpazlaşanda. 9-3-3-1-də pennetdən aldığımızdır. Bu artıq yəni hesab tələb eləmir. Bu artıq vərdiş, yaddaş, nə bilim, praktika tələb eləyir. 3-ün 1-ə nisbətində bunlardan alırsınız. 9-3-3-1 nisbətində də bundan alırdıq. Heterozigot fərd neçə tip qamet hazırlayar? Buradan gəldikmi? Axıra baxıram. Genlər ilişikdir. Heterozigotu necə yazıram? Böyük A, böyük B, böyük C. Kiçik A, kiçik B, kiçik C. Və deyir ki, genlər ilişikdir, crossing over yoxdur. Əla, deməli, böyük A, böyük B, böyük C bir qamətə düşəcək. Kiçik A, kiçik B, kiçik C bir qamətə düşəcək. Sadəcə 2 qamət. Əgər ki, ilişiklikdirsə, crossing over yoxdursa, bir əlifbanı da bir çubuğun üstünə yığsan,
Bu sadəcə 2 tip qamet hazırlayacaq. İndi burada deyir ki, yəni neçə tip qamet hazırlayır və genlər müxtəlif homoloji xromosomlarda yerləşir. O zaman triheterozigot dediyinə görə 3 əlamətə görə heterozigotdur. A, B, C, məsələn, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Qameti biz 2 üstü n-li hesablayırdıq, yəni 2 üstü 3, o da olacaq 8. Bunu buradan 3'ü yazdım, başqa cür başa düşülər. 2 üstü 3, 8 sort qamet hazırlayır. 98 yenə də böyük şərti olub, amma şifahi olan suallardan. Deyir, bir ailədə 4 uşaq doğulub. Biri hündür boylu, sarı saçlıdır. İndi bayaqdan əlamətləri yazırdıq. Hündür boyluluq yaxşı əlamətdirsə kiçik A, sarı saçlılıq yaxşı əlamətdirsə kiçik B. Digəri alçaq boylu, yəni böyük A, qara saçlıdır, böyük B. İndi yanı boş qoyuram, çünki homoheterozigot ola bilər. Hündür boylu, amma elə kiçik A, kiçik B'lər yazılır. Üçüncüsü hündür boyludur, yəni kiçik A, qara saçlıdır, böyük B. Dördüncüsü isə alçaq boyludur, yəni böyük A, sarı saçlıdır, kiçik B. İndi bu 4 uşaqdan hər birinin rəngi başqadır. Hər birinin saç rəngi, boy ölçüsü başqadır. Yəni biz burada 4 dənə bir-bir gördük. Və deyir ki, anası alçaq boylu, qara saçlıdırsa, ana böyük A yanı boş, böyük B yanı boş. Bu necə bir kişi ilə evlənməli idi ki, 4 dənə bir-bir alınsın. Yəni, ananın əlamətini belə yazırıq da. Böyük A yanı boş, böyük B yanı boş. Dədəsini necə yazmalıyam ki, 4 dənə bir-bir nisbətində uşaq alınsın. Bunu kiçik A yazmalıyam. Böyük A, kiçik A. Qarşı tərəfə nə yazırdım? Kiçik A, kiçik A. Heterozigotunu özünün resesivindən. Bunu da heterozigot eləməliyəm, burada resesiv yazmalıyam. O zaman anası bu şəkildə hər iki əlamətə görə heterozigotuymuş, atası isə belə hündür boylu, sarı saçlı. Belə bir kişi, belə bir qadını niyə alıb, mən onu da bilmirəm. Nəysə, atasını da belə tapmış olduq. Qara, qıvrım saçlı kişi. Qara bilirik dominant əlamətdir, qıvrım da dominant əlamətdir. Sarı, düz saçlı qadınlar. Sarı, düz saç. Yaxşı əlamətlər resessivdirlər. Bunların uşaqlarından düz saçı olan var. Deməli, düz saç kiçik B'lərdir. O zaman kişinin də yanında kiçik B geni var imiş ki, qadının kiçik B'si ilə görüşüb. Və nə deyir? İkisi sarı saçlıdır. Sarı saçlı olması üçün, qara saçı yazdım mən. Sarı saçlı olması üçün kiçik A, kiçik A olmalıdır. Deməli, kiçik A, kiçik A uşaq doğulubsa, anasından kiçik A-nın birini alıb, o zaman digər kiçik A-nı atasından almış olacaq. O zaman atanın da genotipi necəymiş? Hər iki əlamətə görə heterozigotuymuş. Görürsünüz, mən məsələn, çıxdaş eləməklə gedirəm də, yəni deməyim odur ki, çox vaxt itirməyə dəyməz. Bunu kəsə yollarla, çıxdaş elə gedin. Uşağa baxın, dədəsinin, nənəsini təyin eləyin. Əslində elə də çətin deyil. 100-ə baxırıq, birinin genotipi bu cürdür. 2 bitki. Birinci bu cürdür, çarpazlaşıb və 4 bərabər. Aha, birin, birə nisbəti. İndi mən bunu, dayıcı ardı mənə maraqlı deyil. Mən bunu kimdən çarpazlaşdırım ki, birin biri alın. Böyük ya kiçik adırsa deməli digər tərəf kiçik ya kiçik A olsun. Bir olması üçün böyük B kiçik B isə digər tərəfdə kiçik B olsun. Yəni olacaq nə? B variantı.